Mart ayının 14-də Yevlax rayonunda məcburi köçkünləri məskunlaşdığı 32-ci məhəllə adlanan ərazidə 86 yaşlı qadını öldürən şəxs saxlanılıb. Məlum olub ki, Kəlbəcər rayonundan məcburi köçkün Maral Qaraqızı Nəsibovanı öz həmyerlisi Aqil İsmailov qətlə yetirib. Hadisəni əvvəlcədən planlaşdıran Aqil İsmailov tənha qadının qapısını döyüb. Qadın qapını açdıqdan sonra içəri daxil olaraq ondan pul tələb edib. Maral Nəsibova pulu olmadığını bildirdikdə isə Aqil İsmailov onun sifət və baş nahiyəsinə zərbələr endirib. Daha sonra mərhumu öz yaylığı ilə boğaraq qətlə yetirib. Rayon polis şöbəsi və rayon prokurorluğunun birgə həyata keçirdiyi təxirə salınma istintaq əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 24 yaşlı İsmailov Aqil Nizamioğlu tutularaq istintaqa cəlb olunmuş. Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Saxlanılan şəxs evdən qızıl zinət əşyaları 340 manat məbləğində pul və pensiya kartını götürdüyünü etiraf edib. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirib. Elədiyim hərəkətə də çox peşmanam. Ən azından həm özümü bağışlamıram, həm özümün 2 balamı bədbəxt elədim, həm o arvadı bədbəxt elədim. Tembolda şəhid ailəsi. Yəni, hökumətdən də ömürlük həbs istəyirəm. Çölə çıxa bilmirəm. 2 övlad atası olan Aqil İsmailovun başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır. Saat 22 radələrində Gəncə şəhərinin mərkəzində 2 meydi aşkar olunub. Cəsəd şəhərin Heydər Əliyev prospektində tapılıb. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım xəstəxanasından həkim